əyilmələr, hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz məktəbəqədər təhsilin məqsədi, vəzifəsi və məzmunudur. Bunun əsasında danışacağıq. İlk öncəliklə bunu demək istəyirəm ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında, yəni konstitusiyamızda bu hansı bənddə qeyd olunub? 94-cü maddənin 1-ci hissəsinin 1-ci bəndində məktəbəqədər təhsil haqqında qeyd edilmişdir. Və burada dövlət siyasətinin prinsipləridir, təşkilati hüquqidir, iqtisadi əsaslardır. Bunların hər biri orada qeyd olunub. Və məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin 3 əsas məqsədi var. O məqsədimiz, gəlin baxaq görək, nədir? Uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək, yəni biz uşaqların hüquqlarını qorumağımız əsas qanunvericilikdə məqsədlərdən biridir. Biz məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi müəllim olaraq bizim əsas vəzifəmiz nədir? Və qanunvericiliyin də əsas məqsədi budur ki, uşaqların biz hüquqlarını təmin etməliyik. Məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək. Təbii ki, uşaqların hüquqlarını qoruduğumuz kimi biz tərbiyəçi müəllimlərin də öz hüquqlarını qorumasını bizdən tələb etmələri, dövlətdən tələb etmələri onların hüquqlarıdır və öz vəzifələrində təbii ki, dövlət qarşısında nə kimi vəzifələri var, onları da bilməlidirlər. Və məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir. Yəni, məktəbəqədər təhsil müasir tələblərə uyğun olaraq fəaliyyətlər, praktikalar həyata keçirməlidir. Müasir tələblər deyildikdə burada praktiki metodlar olsun, yəni vəsaitlər olsun, yəni onlar daim yeni metodları bilməlidirlər. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. Demək, 9 dənə əsas prinsipimiz var. Dövlət siyasətinin didaktik prinsiplə dövlət siyasətinin əsas prinsiplərini qarışdırmayın. Yəni, elə müəllim olur ki, qarışdırır imtahan ərəfəsində, bunu qarışdırmaq olmaz. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin, bu belə yadda saxlayın ki, dövlət siyasətinin əsas prinsipləri. Məktəbəqədər demək təhsil sahəsində bərabər imkanların yaradılması. Yəni, burada hər bir uşaq maddi baxımından olsun, ilk baxımından olsun, imkan baxımından, hər bir şey baxımından uşaqlar yəni bərabər hüquqlu olmalıdırlar. Biz bir tərbiyəçi müəllim olaraq qərərsiz yanaşmalıyıq. Hər bir uşağa bərabər şəkildə yanaşmalıyıq. Məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin edilməsi. Yəni, biz məktəbəqədər təhsil olaraq uşaqlara bilikdir, bacarıqdır, təhsildir, bunları öyrədirik. Biz onları hətta ibtidai təhsilə, yəni məktəbə hazırlığını da təmin edirik. Və belə olduqda artıq bağça ilə məktəb arasında nə yaranır? Əlaqə yaranır, varislik. Yəni, varislik nədir? Əlaqələndirmədə sadə mürəkkəbə doğru. Sadə mürəkkəbə doğru keçid dövrü olur və biz də bunu artıq təmin etmiş oluruq. Məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili. Yəni, biz bir məktəbəqədər təhsil olaraq, müəssisə olaraq öz adət-ənənələrimiz olsun, təhsil ənənələri olsun, dünyəvi olaraq onlar arasında inteqrasiya yaradırıq, onların təşkilini həyata keçirdirik. Məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi. Yəni, biz bir tərbiyəçi müəllimə olaraq uşaqların yalnız fiziki deyil, həm də psixoloji olaraq da onların sağlamlığını qorumalıyıq. Fiziki olaraq, yəni uşaqlar otaqda qaçarkən onların təhlükəsizliyini təmin etməliyik. Oyuncaqlarla oynayarkən də, yoldaşlar arasında da təhlükəsizliyini təmin etməliyik.
və eyni ilə də psixoloji olaraq da yalnız psixoloji zorakılıq, yəni zorakılıq deyildikdə yalnız fiziki deyil, psixoloji zorakılıq da mümkün olur. Məsələn, biz uşağı təhqir edərkən də, acı söz söyləyərkən də bu da psixoloji uşaqlara təbii ki, zorakılıq sağlayır. Ona görə də biz uşaqlara həm psixoloji, həm də fiziki baxımından onların sağlamlığını təmin etməliyik. Məktəbəqədər təhsilin bu qanuna uyğun olaraq könüllülüyü, sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilin təşkili. Yəni, sağlam imkanları məhdud uşaqlar deyildikdə, sağlamlıq imkanları məhdud. Burada yəni ola bilər ki, əlilliyi olan ola bilər, görməsi ilə, eşitməsi ilə, sağlamlığı ilə bağlı müəyyən dərəcəli məhdud uşaqlar ola bilər. Və onların təbii ki, biz cəmiyyətdən təcrid etmirik, kənar saxlamırıq. Onların da məktəbə getməsində, inklüziv təhsilin təşkil edilməsində şərait yaradırıq. İnklüziv təhsil nədir? Yəni ki, hər bir uşağın təhsillə yəni ki, əlaqəli olmasıdır, kənarda qalmamasıdır. Bunları təşkil edirik. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi. Yəni, məktəbəqədər təhsil müəssisələri yəni artırılarsa, davamlı inkişaf etdirilməsi olmalıdır. Yəni, artırılarsa və sistemli də inkişafı daha yaxşı gedər. Uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi. Yəni, biz hər bir uşağı çalışmalıyıq ki, məktəbəqədər müəssisələrlə təmin edək. Heç bir uşaq, yəni ki, məktəbəqədər təhsil müəssisəsindən kənarda qalmasın. Məktəbəqədər təhsilin məqsəd və vəzifələri. Məktəbəqədər təhsilin məqsədi nədir? Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Yəni, demək istəyir ki, məktəbəqədər təhsil müəssisəsi davamlı şəkildə fəaliyyət göstərən müəssisələrdən biridir. Və bu yəni müəssisə, yəni bu müəssisə fərddir, cəmiyyətdir, yəni hər bir kəsin, əhalinin biz maraqlarını nəzərə alırıq və onların maraqlarını nəzərə alaraq da biz müəssisəmiz üzərində, yəni ki, hər bir kəsin fikirlərini nəzərə alaraq da fəaliyyət də göstəririk. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövründə əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığının qorunmasına, həssas və şüurlu münasibətinin zəruri həyati bacarıqlarına yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Yəni, demək istəyir ki, məktəbəqədər təhsil müəssisəsi elə bir müəssisədir ki, yəni uşaqların ailədən çıxıb ilkin düşdükləri yad mühit məktəbəqədər təhsil müəssisəsidir. Və bu müəssisədə uşaqlar yəni ki, müəssisədə bir cəmiyyətə şəxsiyyət, bir vətəndaş kimi formalaşırlar və məktəbəqədər təhsil müəssisəsində uşaqların ilkin öyrəndikləri zəruri bacarıqlar, şəxsiyyət, vətəndaş kimi yetişməsi, ətraf ailəm barəsində, onların gün rejiminə uyulması, əmək bacarıqlarının öyrənilməsi, bir mənəvi dəyərlərdir. Bunların hər birinin öyrənilməsi təbii ki, onların həm şəxsiyyət kimi yetişməsində, vətəndaş kimi formalaşmasında, həm də artıq bir cəmiyyətdə onların bünövrəsini bir şəxsiyyət kimi yetişdirir, yaradır və cəmiyyətdə, yəni artıq uşağın bu yaş dövründə öyrəndiyi dəyərlər, bacarıqlar artıq onun gələcəkdə bir insan kimi formalaşmasında, cəmiyyətdə yer tutmasında rol oynayır. Məktəbəqədər təhsil uşaqların milli mənəvi və bəşəri dəyərlər ruhunda dövlət maraqları və Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirir. Ümumi təhsilə hazırlığını təmin edir. Yəni, demək istəyir ki, biz bir məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi müəllimi olaraq milli mənəvi dəyərlər aşılayırıq uşaqlara,
adət-ənənələrimiz olsun, bir insanda xas olan dəyərlər nələr olmalıdır. Yəni müəssisənin əsas məqsədi budur ki, bunlar öyrədilir. Azərbaycançılıq, Azərbaycana öz vətəninə olan dəyəri, hörməti, vətəndaşlıq kimi hisslər öyrədilir və uşaqların da ümumi təhsilə hazırlığını, yəni ibtidai təhsilə hazırlığını, məktəbə keçid dövrünü təmin edir. Məktəbəqədər təhsilin vəzifələri nələrdir? Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilin təmin edilməsi. Yəni məktəbəqədər təhsilin qarşısında cəmiyyətinin, xalqın, hər bir kəsin qarşısında durduğu vəzifələr hər bir uşağın biz çalışırıq ki, keyfiyyətli təhsillə təmin edilsin və yararlı təhsillər olsun. Uşaq şəxsiyyətinin formalaşdırılması və məktəbəqədər təhsil ilkin pillə olaraq təbii ki, uşaqları bir şəxsiyyət kimi yetişdirir. Şəxsiyyətin formalaşması deyildikdə, yəni həyati zəruri bacarıqlar formalaşdırılır uşaqda. Özünə, ailəsinə, vətənə məhəbbət, millətinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi. Yəni biz uşaqlara milli mənəvi dəyərlərimizdir, hörmət ruhunda yetişdirilməsi, tolerantlıq, bunların hər biri məktəbəqədər təhsil tərəfindən əsas vəzifədir ki, öyrədilir. Fiziki, psixi və mənəvi sağlamlığının qorunmasının təmin edilməsi, uşaq ehtiyaclarının müəyyən edilməsi və ona müvafiq xüsusi inklüziv təhsil və əlaqədar xidmətlərin göstərilməsi. Fiziki, psixi və mənəvi sağlamlıq və onun haqqında məlumat verdim, ona görə keçid etdim. Aşağıdakı bəndə biz hər bir uşağın ehtiyaclarını müəyyən etməliyik. Və onlar üçün xüsusi olsun, inklüziv təhsil olsun. Yəni ki, onların qarşısında biz bu xidmətləri göstərməliyik. Çalışmalıyıq ki, heç bir uşaq məktəbəqədər təhsildən, 5 yaşlıdan, yəni 5 yaşlı hər bir uşaq üçün zəruridir və məktəb təlimindən kənarda qalmasınlar. Yəni ki, məktəbəqədər təhsilin əsas vəzifəsi budur. Biz çalışırıq ki, uşağın ehtiyaclarını müəyyən edək və bu müəyyən etdikdə də buna uyğun olaraq da təbii ki, bir yol tərtib edək. Sosial-pedaqoji baxımından ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi. Yəni biz məktəblə ailə arasında, yəni bağça ilə ailə arasında əməkdaşlıq yaradırıq və istəyirik ki, uşaqların da sosiallıq barəsində ailənin özünü bir dəyərli üzvü kimi hiss etsin. Biz valideynlərlə əməkdaşlıq edərək də, yəni onlara bildirə bilərik ki, siz uşağınızın da fikirlərini almalısınız. Hər hansısa bir mübadilə ərəfəsində təbii ki, hər bir uşağın da bir şəxsiyyət kimi, özünü dəyərli hiss etməsi kimi, onun da öz sözlərini deməsinə şərait yaradılmalıdır. Təhsilin bazı komponentləri əsasında sosiallaşma tələbatının yaradılması. Demək, məktəbəqədər təhsilin fiziki hazırlıq, şəxsiyyət yönümlü hazırlıq, intellektual hazırlıq və sosial hazırlıq olaraq 4 hissəyə də ayrıla bilir. Və fiziki hazırlıq deyildikdə uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional, yəni bədən hissələrinin öz funksiyasını yerinə yetirmək qabiliyyəti, hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın, əllər və barmaqların dəqiq və xırda hərəkətlər toplusudur. Sinir əzələ, dayaq hərəkət və görmə sistemlərinin birgə fəaliyyəti nəticəsində yaranır. Koordinasiyanın inkişafı, fiziki qabiliyyətlərin inkişafı. Bu fiziki hazırlıq həm də 1.1 bizim inkişaf sahəmizlə də bağlı olur. Fiziki hərəkətləri yerinə yetirir. Yəni birinci inkişaf sahəmizə də aid edilir, 1.1-ə də alt standartına da aid edilir. Bunlara aid etmək olur. Şəxsiyyət yönümlü hazırlıq müstəqillikdir, məsuliyyətli, fəallıq, təşəbbüskarlıq, başqasını dinləmək, öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq. İntellektual hazırlıq isə obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı, idrak fəaliyyəti, bunlar bura aid edilir. İntellektual hazırlıq həm də ki, bir növdə ikinci inkişaf sahəmizə də aid edilə bilər.
Sosial hazırlıqda 4-cü inkişaf sahəmizə aid edilə bilər. Yüksək əxlaqi təsəvvürlərin, vətəndaşlıq hisslərinin inkişafı. Məktəbəqədər təhsilin məzmununu deyildikdə, bura cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti. Yəni, məktəbəqədər təhsilin məzmununda demək istəyir ki, uşaqların cəmiyyətə uyğunlaşmasıdır, sosiallaşmasıdır, cəmiyyətdə özünə bir yer tuta bilməsidir, müstəqillik, məsuliyyət, cavabdehlik, özünə inamı, iradəliliyi, müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək və müstəqil öyrənmək, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərin hüquqlarına hörmət, estetik dünya görüşü, nitq, təsvir və tərtibat bacarıqları, sağlamlığın qorunması istiqamətində gigiyen tələblərə riayət etmək. Həm də burada açar sözdə var ki, bunu da demək istəyirəm. Məktəbəqədər təhsilin vəzifəsində sonları həmişə sözlərin, cümlələrin sonları s, sil, su, sü şəkilçisi ilə bitir. Bunu da açar söz olaraq sizə bildirmək istədim. Yəni, imtahanda ola bilər ki, sizə sual verə bilər ki, məktəbəqədər təhsilin vəzifəsi, variantları verə bilər. Bunların içərisində vəzifələr hansılardır? Yəni, siz bu zaman cümlələrin sonuna baxacaqsınız. S, si, su, sü şəkilçiləri ilə bitir. Görürsünüz, təmin edilməsi, formalaşdırılması, tərbiyə edilməsi, təmin edilməsi, göstərilməsi, bunların hamısı s, si, su, sü şəkilçiləri ilə bitir. Belə. Demək, məktəbəqədər təhsilin məzmununa gəlirik. Burada didaktik prinsiplər müəyyən olunur. Yəni, məzmuna aid didaktik prinsiplər haqqında danışmaq istəyirəm. Didaktik prinsiplər, onu deyim ki, yalnız uşaqların təlimi ilə aid olunur. Yəni, öyrənmə və öyrətmə əsasında didaktik prinsiplər bu mənanı açır. Amma pedaqoji prinsiplər həm bilik, həm öyrənmə, həm inkişaf. Yəni, bu açar sözlər olaraq yadda saxlaya bilərsiniz. Elə müəllim var, müəllimə. Didaktik prinsiplə pedaqoji prinsiplər arasında nə kimi fərq var? Didaktik prinsiplər, yəni yalnız uşaqlarda öyrənmə və öyrətmə ilə bağlı olur. Amma pedaqoji prinsiplər isə öyrənmə, öyrətmə və inkişaf arasında, yəni özünü göstərir. Demək, 9 dənə didaktik prinsipimiz var. Gəldik nəticə yönümlülüyə. Nəticə yönümlülük nədir? Təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi. Yəni, biz əgər bir nəticə yönümlü tərbiyəçi müəllim isə, biz proqramımızı əvvəlcədən müəyyən etməliyik. Yaxşı bir nəticə əldə edə bilmək üçün. Uşaqların yaşına uyğun həyata keçirməliyik. Dərsin məqsədidir, biz onu əvvəlcədən müəyyən etməliyik. Dərsin planıdır, bunu əvvəlcədən müəyyən etməliyik. Əgər biz bunları əvvəlcədən müəyyən etməsək, biz artıq dərsin sonunda uşaqların yaşına uyğun tərtib etməsək, nə uşağın yaşına, marağına uyğun olaraq biz nəticə əldə edə bilmərik, uşaqların marağını əldə edə bilmərik. Yəni, nəticə yönümlü müəllim biz bu zaman ola bilmərik. Uşaq yönümlülük nədir? Uşaq yönümlülük, yəni biz təlim-tərbiyə prosesini, uşaqların maraqları, meyilləri, istəkləri nəzərə alınır. Biz bunları nəzərə almalıyıq bir tərbiyəçi müəllim olaraq. Uşaqlara seçim şansı verməliyik. Uşaqların yaş səviyyələrinə, maraqlarına, istəklərinə uyğun olmalıdır. Və diaqnostik qiymətləndirmə aparılması da uşaq yönümlülüyə aiddir. Gəldim şəxsiyyət yönümlülüyə. Uşaqlarda şəxsiyyət yönümlülük nədir? Zəruri həyati bacarıqların formalaşdırılmasıdır. Burada gedir idrakdır, ünsiyyətdir, bacarıqlardır, milli bəşəri dəyərlərdir. Əgər muzeylər, əxlaqi söhbətlər, hüquqlara hörmət varsa hər hansısa bir tapşırıqlarda, testlərdə, bilin ki, bu didaktik prinsiplərdən şəxsiyyət yönümlülüyə aiddir. İnkişaf yönümlülük, uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili, qiymətləndirilməsi, bilik və bacarıqlar bunlar aid edilir və test olaraq da formativ və summativ qiymətləndirmə aid edilir.
Tələb yönümlülük. Tələb yönümlülük də nədir? Fərdin, cəmiyyətin, dövlətin dəyişən tələbləri nəzərə alınmasıdır. Yəni biz cəmiyyətimiz daim inkişaf edir, təhsil sistemimiz daim inkişaf edir, yeni praktikalar olur, yeni metodlar yəni ərsəyə gəlir. Məsələn, lövhələrdir, ağıllı lövhələrdir. Biz bunların hər biri ilə ayaqlaşmalıyıq. Yəni bunları da uşaqlara tətbiq etməliyik. Müasir texnologiyalardan istifadə etməliyik. Bunların hər biri tələb yönümlülük prinsipinə aiddir. Varislik nədir? Varislik də yaşlar arasında, yəni ki, əlaqə deməkdir. Sadədən mürəkkəbə doğru keçid deməkdir. Yəni bir-birlərini tamamlaması deməkdir də. Mən yəni ki, bir nümunə deyim. 3 yaşında uşağa dərslərdən başlayıram keçməyə məşğələlər. Mən təbii ki, sadədən mürəkkəbə doğru keçid edəcəm. Birdən-birə mən mürəkkəbdən başlaya bilmərəm ki. Məsələn, 5 dairəsində saymanı götürək. Mən ilkin olaraq 3 yaşlıya təbii ki, 3-ə qədər saymağı, 4 yaşlıya, 5 yaşlıya, məsələn 4 yaşında artıq 5-ə qədər saymağı, 5 yaşında da artıq 10-a qədər saymağı. Yəni keçid edirəm. Mən uşaqlara ilkin olaraq proqrama uyğun olaraq sadədən mürəkkəbə qədər 3, 5 və 10-a qədər saymağı. Birdən-birə mən buna 5-i saya bilmərəm ki, və yaxud da 10-a qədər saydıra bilmərəm ki. Yəni sadədən mürəkkəbə doğru keçid edirik. İnteqrativlik nədir? Yəni təlimin məzmununun komponentlərinin əlaqələndirilməsidir. İnteqrasiya edirsən, həyatla əlaqələndirirsən, mövzuları bir-birləri ilə əlaqələndirirsən. Məsələn, mövzu ilə əlaqələndirmə etdikdə mən uşaq ola bilər ki, riyaziyyatı görürsən ki, riyaziyyatla bağlı, sayma ilə bağlı biraz zəifliyi ola bilər, amma musiqiyə daha çox marağı var. Mən burada nəğmə ilə, belə oxumaqla, yəni əlimizi çalaraq, ifa edərək 1, 2, bizimki, məsələn, belə sayaraq uşaqlara mən sayma prosesini öyrədə bilərəm. Uşağın musiqiyə olan sevgisini oyadaraq mən artıq riyaziyyat da inkişaf etdirmiş oluram. Mövzuları belə əlaqələndiririk. Azərbaycançılıq uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, bizim Azərbaycan xalqımıza qarşı olaraq uşaqlarda sevgidir, rəğbətdir, tarixi mədəniyyətimiz, adət-ənənələrimiz haqqında uşaqlara, yəni ki, hörmət hissinin aşılanmasıdır. Dünyəvilik də nədir ki? Yəni dünyəvilik də uşaqların dünyaya bağlı olması, dünyaya aid olmasıdır. Azərbaycan dünyəvi bir ölkədir. Biz uşaqlara bunu aşılayırıq. Yəni qərərsiz yanaşmaqdır. Bir növ buna aid edilir. Biz yəni ilqinə görə heç kəsi ayırmırıq, dininə görə heç kəsi ayırmırıq. Biz dünyəvi bir ölkəyik. Uşaqlara bunu aşılayırıq. Demək bizim də dərsimiz bu qədər. Məqsəd, vəzifə və məzmun haqqında bu qədər danışacaqlarımız. İnanıram ki, dərsimizi bəyənmisiniz. Bəyənməyi və abunə olmağı da unutmayın.